Bugün güzgüyə baxanda öz böyümüş halını deyil, içindəki kiçik uşağı görməyə çalış və onunla tanış ol. Bugün çox vacib gündür. Güzgünün qarşısına keç, gözlərinin içinə dərin-dərin bax. Güzgüdə gördüyün böyüyə yox, onun arxasında gizlənmiş kiçik uşağa bax və uşaqla salamlaş. İndi neçə yaşının olduğunun heç bir önəmi yoxdur. İçində hələ də sevgi və qəbul olunmağa ehtiyacı olan balaca bir uşaq yaşayır. Əgər sən bir qadınsansa, nə qədər özgüvənli, güclü olmağından asılı olmayaraq, içində kövrək, həssas və köməyə ehtiyacı olan bir balaca qız var. Əgər kişisənsə, nə qədər özünü güclü və əmin hiss eləsən də, yenə də içində səmimiyyətə, isti qucağa və sevgiyə möhtac bir oğlan uşağı yaşayır. Güzgüdə öz daxili uşağını görə bildin? O uşaq xoşbəxtdir. O sənə nə demək istəyir? Sənin içində həyatının hər dövrü, keçmişdə yaşadıkların, bütün anlar zehnində və yaddaşında qorunub saxlanılır. Sən uşaq olanda nəsə düzgün getməyəndə, sən özünü günahlandırırdın. Uşaqlar elə düşünürlər ki, onlar hər şeyi düz elədikləri üçün valideynləri onları sevirlər və cəzalandırmırlar. Təxminən 5 yaşımızda qorxulu və ya pis bir şey baş verəndə, özümüzü qorumaq üçün ya hisslərimizi bağlayırıq, ya da özümüzü dəyişirik ki, ağrını hiss eləməyək. Özümüzü günahkar və səhv hesab elədiyimiz üçün içimizdəki uşağı rədd edirik. Sanki onu sevməyə və qəbul eləməyə haqqımız yoxdur. İçimizdə bir valideyn də var. Uşaqlığımızda valideynlər bizi tez-tez tənqid edib danlayıblar. Bu tənqidlər yaddaşımızda qalıb və indi biz öz daxili uşağımıza da eyni şəkildə sərt davranırıq. Əgər indi iç səsinə, yəni daxili dialoquna qulaq assan, o danlaqları eşidə bilərsən. İçində o valideyn səsidir ki, sən heç nəyi düzgün eləmirsən, qulaq asmırsan, ağılsızsan, başın işləmir, utan elədiyindən, içindəki səsi dinləsən, o tənqidlərini də eşidə bilərsən. Biz də zamanla özümüzü belə danlamağa başlayırıq və içimizdə bir tənqidçi yetişdiririk. Sanki özümüzə qarşı düşmənə çeviririk və daim özümüzə sən düz eləmirsən, sən bacarmırsan, ağılsızsan, yetərli deyilsən deməyə başlayırıq. Bunu vərdişə çevirdik. İndi artıq böyümüş olsaq da içimizdə o həssas, sevgi istəyən uşaq hələ də yaşayır. Amma biz onu tamamilə unutmuşuq, ya da ki bir vaxtlar valideynlərimizin bizə elədiyi kimi onu danlayırıq, kiçik görürük, rədd edirik və ya yalvarmağa məcbur edirik. Qorxduğun anlarda əslində qorxan sən deyilsən. Uşaqlıqda yaşadıklarını xatırlayan daxili uşağındır. Böyüyən tərəfin güclüdür. Amma uşaqdan uzaqlaşıb, onların arasında sevgi və anlayışlı bir bağ qurmaq lazımdır ki, iç dünyanda rahatlıq olsun. Daxilindəki uşaq qorxur, təkdir və sevgi gözləyir. Onunla ünsiyyət qurmaq üçün güzgü qarşısında özünə baxaraq, onunla danışmaq, onu tanımaq vacibdir. Onu anlamağa çalış. Nəyə görə kədərlidir? Nəyə ehtiyacı var? İçindəki uşaqla elədiyin hər şey haqqında danış. Bilirəm, bu sənə əvvəlcə biraz qəribə və mənasız görünə bilər, amma bu üsul doğrudan da işləyir. Hər birimizin içində diqqətə, sevgiyə və qorunmağa ehtiyacı olan bir uşaq var. Onunla danışmaq, ona sevgi göstərmək, ona heç vaxt tək qoymayacağını demək, bu daxili şəfanın əsas yoludur. İçindəki uşaq bilməlidir ki, nə baş verməyindən asılı olmayaraq sən onu heç vaxt tərk eləməyəcəksən, ondan üz çevirməyəcəksən, sən həmişə onun yanında olacaqsan, onu sevəcəksən, qəbul eləyəcəksən. İçindəki uşaq sadəcə görünür olmaq istəyir. O özünü güvəndə hiss eləmək istəyir, sevilmək istəyir. Hər gün bir neçə dəqiqə də olsa ona zaman ayırmaq səni daha sakit, sevilən və güvəndə hiss elətdirəcək. İndi bu sözləri səssidir. Mən içimdəki uşağı sevmək və onu olduğu kimi qəbul eləmək istəyirəm. 8-ci günün tapşırığı. Təxminən 5 yaşında olduğun bir şəklini tap. Bu şəkli güzgüyə yapışdır. Hər gün bir neçə dəqiqə bu şəklə bax. Və müşahidə elə ki, nə görürsən? O uşaq sevinclidir, yoxsa kədərlidir? O uşaq özünü necə hiss eləyir? Sonra güzgüdəki o uşaqla danış. İstəsən şəklə bax, istəsən də birbaşa gözlərinin içinə bax. Sənə necə rahatdırsa elə də elə. Əgər uşaqlıq ləqəbin varsa, danışanda o adla özünə müraciət elə. Məsələn, balam, gülüm və s. ləqəblə uşağa müraciət eləyəndə onunla daha səmimi və sevgi dolu əlaqə qurmaq mümkündür. O uşaq səni daha asanlıqla eşidəcək və səni qəbul eləyəcək. Bu məşq zamanı sən özünlə tam səmimi olmağa başlayacaqsan. Güzgü qarşısında oturmaq səni daha sakit və hazır vəziyyətə gətirəcək. Çünki ayaq üstə olanda insan tez-tez narahat hiss edir özünü və bəzən də xoşuna gəlməyən hisslər olanda vəziyyətdən qaçmaq istəyir. Oturanda isə sən iç dünyana enirsən.
İçində gizlənmiş ağrıları və gerçəkləri üzə çıxara biləcəksən və bu şəfa üçün güclü bir addımdır. Ona görə güzgünün qarşısında otur. Yanında salfetkalar olsun və danışmağa başla. Bitirdikdən sonra bu afirmasiyaları səsləndir. Səni sevirəm əzizim. Mən sənin üçün buradayam. Sən güvəndəsən. Güc bizim içimizdədir. Bu sözlər daxili uşağa verilən sevgi, dəstək və qoruma mesajıdır. Onu tək buraxmadığını, onun yanında olduğunu və hər şeyin yoluna düşəcəyini hiss elətdirsən ona. Bu cür sözlər daxili sakitlik və güvən yaradır. 8-ci günün yazılı tapşırığı. Bu tapşırığı yerinə yetirmək üçün sənə rəngli karandaşlar və flomaster lazım olacaq. Adətən istifadə eləmədiyin bir qələm götür, yəni yeni bir qələm götür və öz uşaqlıq portretini çək. Yaradıcılığını sərbəst burax. Uşaqlığın necə görünürdü? Sadəcə çək. Necə bacarırsansa elə çək. Sonra bu şəkli güzgünün üstünə yapışdır. Çəkdiyin şəklə bax və içindəki uşaqla söhbət eləməyə başla. Ona bu sualları ver və cavablarını dəftərinə yaz. Nələri sevirsən? Nələrdən xoşun gəlir? Nələri sevmirsən? Səni nə qorxudur? Sənə nə lazımdır? Səni xoşbəxt eləmək üçün mən nə edə bilərəm? Səni nə vaxt ilk dəfə dinləmədilər və sən nə hiss elədin? O vaxt sənə kim lazım idi və o insan nə etməli idi? İndi sənə kim kimi yanaşmağımı istəyirsən? Anan kimi, ata kimi, dost kimi, yoxsa sadəcə səni qucaqlayan biri kimi? Mən səni tərk elədiyim üçün incimisən? Mən səni unudanda nə hiss elədin? İndi mən buradayam. Sənə hər gün sevgi verməyimi istəyirsən? Nə qədər zamana ehtiyacın var? Gözlərini bir neçə dəqiqəlik yum və daxili uşağın haqqında bugün nə öyrəndiyini düşün. İndi neçə yaşında olmağının fərqi yoxdur. İçində sevgi və qəbul olunmağa ehtiyacı olan bir uşaq var. 8-ci günün mesajı. Mən içimdəki uşağı sevgi ilə qucaqlayıram. İçindəki uşağa qayğı göstər. O qorxub, ağrısı var, nə edəcəyini bilmir. Uşağının yanında qal. Onu qucaqla, sev. Onunla mehriban ol. O səndən sadəcə sevgi, diqqət və qəbul olunmaq gözləyir. O uşaq sənin ən həssas, saf və duyğulu tərəfindir. Onu qucaqlamaq əslində özünü bütöv şəkildə qəbul eləməkdir. Onu xoşbəxt eləmək üçün əlindən gələni elə. Onu inandır ki, nə baş verməyindən asılı olmayaraq, sən həmişə onun yanında olacaqsan. Sən onu heç vaxt tərk eləməyəcəksən, ondan üz çevirməyəcəksən. Sən bu uşağı hər zaman sevəcəksən. Bu sözlər daxili uşağa güvən hissi verir. O bir vaxtlar özünü tərk edilmiş, dəyərsiz və qorxmuş hiss eləmiş ola bilər. Amma indi sənin böyüyən tərəfin ona dəstək ola bilər. Onun ehtiyac duyduğu sevgini, diqqəti, qorumanı ona verə bilərsən. Sənin sözlərin onun ürəyini sakitləşdirəcək və iç dünyanda təhlükəsizlik hissi yaradacaq. 8-ci günün meditasiyası. Burax və rahatla. Sakitcə dərin bir nəfəs al. Nəfəs ver və gözlərini yum. Bir daha dərin nəfəs al və bədəninin tam rahatlamağına icazə ver. Diqqətini ayaq barmaqlarına yönəlt. Qoy onlar da rahatlasın. İndi diqqətini ayaqlarına ver. Ayaqlarının altını, dabanlarını və topuqlarını rahatlaşdır. Qoy ayaqların ağırlaşsın və yerə yavaşca bas. Rahatlıq tədricən baldırlarına və dizlərinə doğru yayılsın. Oradan da yuxarıya bud nahiyəsinə doğru istilik və yumşaqlıq hiss elə. Qoy budların da ağırlaşsın, sanki səni yerə möhkəm bağlayır. İndi çanaq və omba nahiyəndəki gərginliyi burax. Bel nahiyəsini rahatla və diqqətini yuxarı qaldır. Qoy rahatlıq və dinclik sinənə doğru yayılsın. Qabırğaların, köksün açılır, sanki nəfəsinə yer açılır. Bədənin dərin rahatlayır. İndi çiyinlərini hiss elə. Oradakı bütün gərginliyi burax. Çiyinlərini aşağı sal və tam rahat burax. İndi qollarının üst hissəsini rahatla. Sonra dirsəklərini boşalt. Aşağı qol nahiyəsini, biliklərini və əllərini rahatlaşdır. Qoy son gərginlik barmaq uclarından çıxıb getsin. Sanki bütün yorğunluq bədənindən çıxır. İndi diqqətini boynuna yönəlt. Boynundakı hər bir əzələni boşalt. Çənəni burax, gərginlik yox olsun. Yanaqlarını rahatlaşdır, göz ətrafındakı bütün əzələlərini yumşalt. Alnını və bütün başını rahatlaşdır. Başının içindəki bütün fikirləri burax. Burax, burax. Qoy başın da yüngülləşsin, sakitləşsin. İndi bütün bədənin rahatdır. Sanki bədənin yumşaq şəkildə yatır və sən içində dərin sakitlik və huzur hiss edirsən. Bu yolla həm fiziki, həm də emosional olaraq rahatlayırsan və daxili sakitliyə bağlanırsan.